Və Quran ayəsi var, ən çox bu şey üçün and içir Allah. Bütün Quranda ən çox and içilir nə üçün? Bu məsələ üçün ki, فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا Biz yaxşını pisi insana ilham eləmişik. قَدْ أَفْلَهَ مَنْ زَكَّاهَا Kim ki təskiyə elədi, özünü təmizlədi, iflah oldu, azad oldu, istədiyinə çatdı və قَدْ خَوْبَ مَنْ دَسَّاهَا O deməkdir ki, dəssəhə bir şeyi ört-bastır eləməyə deyilir. Özə diri-diri bastırmağa. O vicdan diridir. Hər dəfə vicdanın ağzına bir torpaq atırsan ki, əşi, heç nə olmaz. Adi bir misal kimi də onu bastırırsan diri-diri, tərpənə-tərpənə. Bastırırsan sonra ölür. Sonra o vicdan işləmir. Çünki əzəl ki istəyir bəşər ola günaha mürtəkib, birinci kələm ki istəyirsən günah eləyəsən, ürək düşər təlatümə, görər ki, çox hərası var. Həras qorxudur. Yəni ki, birinci günahda vicdan əziyyət verir sənə. İkinci bir günahda hüdud həddidən çıxar, günaha iştihası var. İkinci dəfə eləyəndə eyni günaha vicdan o qədər də, çünki daha halı olmur çapalamağa. Üçüncü bir günahı da sınar tamamı səddilər, deməz nizam-ı aləmin qəzəbli bir xudası var. Artıq Allah fikirləşmir. Adama deyirlər, Allahın olsun, kitabın olsun, ay kitabsız, ay imansız, ay Allahsız. Artıq o həddə çatıb Allahı da Artıq vicdan öz funksiyasını itirib. Gərək onu təmizləyəsən, onu torbaqdan çıxartasan, üstü başını təmizləyəsən, süni nəfəs verəsən, nə bilim, filan. O da ki, biraz çətindir. Sabir nə deyir? Nə masaj ilə, masaj eləyirlər, ürəyə ki, tezdən nəfəs, nə masaj ilə, nə məsnui tənəffüs ilə, nə də süni tənəffüs verməklə, nə də dağ ilə olur. Dağ basmaq, indi şok, tok verirlər, nə də dağ ilə olur dərdinə dərman, ölüb. Yəni ki, artıq elə bir vəziyyətə gətirib sarı insan vicdanını ki, artıq onun həqiqət axtarıb tapmaq funksiyası ölür və hər şeylə razılaşır.